Ümumiyyətlə, Ahmet ağanlara da öyrənərək bir məsləhət görmək istəyirəm, tövsiyə etmək istəyərdim ki, bəs siz Ahmeti nə qədər qarşı tərəfdən ala bilirsinizsə, o qədər yazın. Nə qədər ödeyə bilirsinizsə, o qədər yazın. Boş məhkəmə qərarını falan qədər ödəsin. Əgər ödəmirsə, həmin şəxs yazdırmanın mənası yoxdur. Ona görə ki, siz həmin yerdə qalan pulu sosial yardım kimi ala bilərsiniz. Özləri qəsdən eləyirlər ki, yəni siz sosial yardım ala bilməyəsiniz. İçindən Ahmet alırsanız kifayətdir. Amma ki, real Ahmetin məbləğini qarşı tərəflə razılaşdıraraq öz aranızda həll edə bilərsiniz. Bundan əlavə, əgər Ahmet bazı qərar çıxıbsa, qərar körlədi, məsəl üçün deyək, orada 100 manat yazılıbsa, artıq dekabr ayından ali məhkəmə qərarı əsasında bir dəfəyə məhkəmə əmri icratı formasında ərizə yazırsınız və baxılı avtomatik o keçir belə ya əmək qisminə ya minimum ehtiyac meyarına uyğun olaraq avtomatik artır. Yəni hər daim məhkəməyə verməyə ehtiyac yoxdur. Belə bir məsələni nəzərə alın, hörmətli icracı. Sonunda sizdən xahiş edirəm ki, videonu bəyənin, mənə dəstək olun, kanala abunə olun. Eyni zamanda kimin imkanı varsa iyanə də etsin. Mən də əziyyət çəkib sizin marifətlərimi, sizin qanunları araşdırıram, vaxt sərf edirəm. Eyni zamanda özüm evli şəxs olduğuma görə, evli arabasında olduğuma görə evli dostlarıma da mənə kömək etmək istəyirəm. Ona görə vacibdir. İmkan daxilində mənim kart nömrəmdə, telefon nömrəmdə videonun izahı yerində qeyd olunub. Həmin nömrədən siz hüquqi məsləhət ala bilərsiniz. WhatsApp-a səsli mesaj göndərməklə eyni zamanda həmin kart nömrəsinə iyanə də edə bilərsiniz. Kanala dəstək etsin, hörmətli icracı. Vacib bir məsələlərdən biridir. Kimdənsə TikTokda belə soyunu var, yemək yeyirlər, söz söyləyirlər, onlar dəstək olurlar, amma bizə dəstək olan yoxdur. Çox təəssüf. Bu da bir vacib məsələlərdən biridir. Mən adətən kartımı və telefon nömrəmi videonun izahı yerinə qoymağa baxmayaraq, eyni zamanda short bölməsində istənilən videonun üzərinə qoymağa baxmayaraq, insana zəif dəstək olurlar. Amma kimlərsə tez dəstək olur, bayaq dediyim kimi. Soyunanlara, söz söyləyənlərə, yemək yeyənlərə. Daim aktiv olaq da imkan daxilində insanlara kömək edə. Baxın, siz bir də bəyənməklə, yəni ki, əgər bir adam var ki, sizə bəlkə də bunu verdiyi məlumat əhəmiyyətsizdir, sizə vacibdir. Amma əgər bir adamın qabağına çıxa bilər ki, həqiqətən onun ehtiyacı var bu məsuliyyətə, ona görə dəstək olaq. Eyni zamanda dediyim kimi iyanə etməklə kanalı inkişaf etdirirsiniz. Bunun görə aktiv olaq. Mən baxan başqa saytlarda var.